Sizin fikriniz Elkim hardan keçir Ukraynanın qırmızı xətti? Zelenski bugün deyir ki, Krımın Ukrayna ərazisi kimi deyil, Rusiya ərazisi kimi tanınması mümkünsüzdür. Mən buna getməyəcəm. Amma bu əgər yəni bunun ardı var axı. Müharibənin davam etməsi Ukraynanın marağındadırmı və Ukrayna buna dözəcəkmi? Ukrayna dözməyinə, amma mən tamamilə razıyam. Əslində bu iş bir hüquqşünas kimi mən başqa cavab da verə bilmərəm. Beynəlxalq hüquq var, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri var. Açıq-aşkar təcavüz olunub Ukraynaya qarşı, ərazisi işğal olunub. Ona görə Ukraynanın hər hansı bir şərt altında öz ərazilərindən imtina etməsi, təbii ki, bütün Ukraynanın əslində elə sonu demək olacaq. Çünki əgər Ukrayna Rusiyaya öz ərazilərini təhvil verərsə, imtina edərsə hansısa bir şəkildə, onda Polşa da istəyə bilər Ukraynadan öz ərazisini, hansısa bir keçmiş ərazilərini. Macaristan hansısa bir səviyyədə, onsuz da orada etnik Macarların haqları haqqında hələ biz aşbada olanda demək olar ki, hər fraksiya və yaxud komitə iclasında bunu qaldırırdılar və görürsünüz ki, Macaristan Avropa Birliyində həmişə veto qoyur Ukrayna ilə bağlı həssas məsələlərdir. Yəni ki, o yüngülvari güzəştə getdinsə, artıq sənin bütün dövlətin sonu deməkdir. Yəni, yerdə qalan əraziləri də saxlaya bilməyəcəksən. Ona görə mən Ukraynadan bu şərtlər altında sülh müqaviləsini bağlayacağını gözləmirəm. Və ümumiyyətlə, bu sülh şərtləri də deyil. Belə sülh ola bilməz axı. Bu olsa atəşkəsdir ki, dəfələrlə olub tarixdə belə şeylər, elə bizim öz tariximizdə də olub, müvəqqəti deməli, itki ilə və yaxud işğalla barışıb, toparlanıb, güclənib, sonradan yenidən, amma o mərhələdə danışıqları apara və sonradan bütün iqtisadi, hərbi, siyasi, diplomatik gücü toplayıb məsələni həll edirsən. O, yenə deyirəm, bu sülh şərtləri deyil və sülh şərti Ukrayna üçün ancaq onun ərazi bütövlüyünün təmin olunması anlamına gəlir. Çünki məslində Rusiya da əslində, bilmirəm, indi çox variantlardır. Ukraynalıların, biz bu dəfə danışmışdıq sizin proqramlarınızda, mən Aşbada Ukrayna deputatlarından da bunu duya bilmişəm. Bunların ümidi Putindən sonraki Rusiyayadır. Yəni, Rusiya da vaxt uzadır. Fərhad bəy tamamilə doğru deyildi ki, Rusiyanın belə bir taktikası budur ki, danışaq, amma danışıq apara-apara da hücumlarını dayandırmır, dinc əhalini öldürür, hücumlarını da davam etdirir. Amerikanı bu dərəcədə bununla əslində sınağa çəkir ki, görə Amerika hara qədər dirənəcək, nə qədər baskı yapa biləcək və ümumiyyətlə bunu istəyəcəkmi? Amma bu eyni zamanda... O istəyinə nail olub ha. Artıq ABŞ-la Avropa arasında nifaq artıq parçalanma var. Bəli, resurs təminatı Avropanın öz içində də var. Resurs təminatı baxımından Ukraynanı artıq belə deyək, böyük üstə qoyubdur. Yəni Avropada yeganə bir də yəni Rusiya bu baxımdan vaxt uzadır, udmaq istəyir ki, görək necə olacaq. Yəni bu səmimi danışıq aparma anlamına gəlmir. Çünki Kiyev, Zelenski bir neçə dəfə təklif edib də, yəni gəlin danışıq apardığımız dönəmdə hücumları dayandıraq qarşılıqlı. Qeyd-şərtsiz atəşkəsə gedək. Belə olur da, çünki atəşkəs bu nə deməkdir yəni? O da ki, belə sülh, bu şərtlər altında sülh mümkün deyildir. Elkim, Vladimir Zelenski Trump'ın bu bəyanatına sərt cavab verib, bildirib ki, biz sülh planına razıyıq, amma Birləşmiş Ştatlardan elə ancaq özümüzə təzyiq görürük, Rusiyaya lazımi təzyiqi görmürük. Yəni, cavab verib. Və əgər belə davam eləsə, bu spiral üzrə hərəkət eləsə proseslər, bu ilə nəticələnəcək ki, Birləşmiş Ştatlar bir neçə ay bundan əvvəl olduğu kimi Ukraynaya hərbi yardımı dayandıra bilər. Belə olan halda necə olacaq? Əslində, beynəlxalq Amerikanın daha doğrusu Ukrayna hərbi yardımı dayandırılma kimi bir dərdi də yoxdur. Daha asan yolu da var. Çünki Avropa ki, Ukraynaya silah verir, xüsusilə bu texnoloji silahlar, raketlər, hava hücumundan müdafiə sistemi, hətta təyyarələr. Onların hamısı proqram təminatı Amerikan. Hansısa elementləri saxlayacaq. Trump bunu hətta dedi, məsafəli müdaxilə vasitəsilə
nə bilim o şey nişan alma, hədəf tanıma və s. bunların hamısının proqram təminatı hamısı Amerikanlardır. Avropanın öz hərbi istehsalının proqram təminatları Amerikalıdır. Və Amerikalı Trump onu daha çox dedi ki, bunu da eləyə bilərik. Yəni Avropa verəcək silahı tamam. Onu dayandırmaq, hansısa bir kobud yollarla onun qarşısını almaya ehtiyacı yoxdur Amerikanın. Məsafəli müdaxilə vasitəsilə proqram təminatı əngəlləyəcək. O silah yararsız olacaq. Və məhz belə olan halda Ukrayna? Yox, indi Ukrayna mən istənilən halda başqa variantı yoxdur. Orada hələ partizan döyüşlərinə qədər, nə bilim diversiyalara qədər, özdə Ukrayna indi bütün tarix boyu keçilmiş olan asıllıq deyilən bir anlayış var da. Hansı dönəmini götürsəniz, müstəqil dövlət olaraq və yaxud başqa dövlətlərin tərkibində bu vuruşkan xalqdır. Bu itkilərə dözüm, cost tolerance deyirlər belə bir anlayış. Hər iki tərəfdə. Hə, Ruslarda da var. Amma Rusların yalnız bir şeyi var. Rusların savaşma motivi hara qədərdir? Əgər Rusiyaya hücum olunsaydı, təbii ki, Rus xalqı Rusiyanın özünə hücum olsaydı, Rus xalqı daha savaşçı bir növqədə mütəşəkkil olardı filan. İndi bu açıq-aşkar işğalçı bir müharibədir, təcavüzdür. Rusların özlərinin öz aralarında da yəni buna münasibət bir mənalı deyil. Və mən bayaq az öncə birinci sualınıza cavabında bunu deməyə başladım. Ukraynalıların da ümidi Putindən sonraki Rusiyayadır. Doğrusu bu biraz personifikasiyadır. Amma çünki Putin təbii ki özlüyündə yəni bir xasiyyəti var onun və onun komandası da ona uyğun seçilib. Amma mən heç də düşünmürəm ki, Putindən sonraki Rusiya daha yaxşı Rusiya olacaq və yaxud onun yerinə hansısa bir başqa siyasətçi gələcək, prezident olacaq və o başqa siyasəti yürüdəcək. Yəni bunun heç bir zəmanəti yoxdur. Yəni biz Yeltsin təcrübəsini görmüşük. Yeltsin gəldi. Çünki həm Rus emigrant liberal müxalifəti də o fikirdədir ki, hə Putin bu gün sabah çökəcək. Hansısa səbəbdən, lap elə tutaq ki, xəstəlikdən falan. Onun yerinə gələnlər tamam başqa bir şeysə. Mən bunun heç bir əlamətini görmürəm. Rusiya liberal müxalifətinin də Ukrayna müharibəsinə yanaşması təxminən daha qatıdır hətta deyərdim. Bəlkə də. Mən yalnız o de-euro ilə bağlı kiçik bir replika demək istəyirəm. Əslində Amerikanın Krımı əgər elə bir şey olarsa, çünki yoxdur. Bir təklifdir verilib, hələ söhbətdir gedir. Aydındır ki, Ukrayna razılaşmayacaq. Və hətta bunu Amerika ilə Rusiya arasında ikilikdə anlaşsalar ki, de-euronu Amerika, daha sonra Krımı Amerika de-euro Rusiyanın ərazisi sayır. Çünki Rusiya artıq özü onsuz da sayır onu öz ərazisi. Bu beynəlxalq üçün heç bir nəticə doğurmur. Yəni iki dövlətin arasında anlaşma beynəlxalq hüquq, adət hüququnu hüquqi nəticə doğurur. Buna bağlı spekulyasiyalar. Yox, indi o heç siz hüquqşünas olmadığınız ki, belə bir lüksunuz var. İstədiyiniz kimi beynəlxalq hüququ aşağılaya bilərsiniz. Mənim bir antoloji öhdəliyim var. Mən hüquqşünas olduğuma görə beynəlxalq hüququ istənilən halda önəm verməliyəm. Həm də unutmayaq ki, bizim öz örnəyimizdə də, biz ən zəif vaxtlarımızda elə beynəlxalq hüquqa sığınmışıq və beynəlxalq hüququn hesabına da həm də o cümlədən, təbii ki, ilk öncə. Yaxşı, sanksiyaları aradan qaldırmaq. Elə mən ona gəlirdim. Əgər o de-euro tanısa, artıq sizin dediyiniz kimi, artıq o tam anlamsız olur o sanksiya, o Krımla bağlı Amerika Konqresinin qəbul etdiyi o akt. Amma dediyim kimi, bu Avropa üçün bir öhdəlik yaratmayacaq. Avropa necə davranacaq, o tamamilə başqa. Mən gözləmirəm Avropa Birliyindən və Avropa ölkələrindən. Hətta deyərdim sizə, Çindən də bunu gözləmirəm. Türkiyə öz yerində biz bunu tanıyası deyilik. Dünyanın çox ölkəsi bunu tanıyası deyil. Yəni, Amerika ilə Rusiya çox da ki anlaşdılar. Bu beynəlxalq hüquq üçün heç bir nəticə doğurmayacaq. Beynəlxalq hüquq baxımından deyirəm, mən də beynəlxalq hüquq mütəxəssis deyiləm. Onun üçün mən də o lüfdən istifadə edirəm ki, soruşum. Yox, buyurun, əlbəttə. Cənubi Osetiya, Abxaziya Rusiya tanıyıb, dünya tanımır. Kosovo. Kosovo. Dünya tanıyıb, Rusiya tanımır. Biz də tanımırıq. Bizim müttəfiqimiz Türkiyə tanıyıb, biz tanımırıq. Biz tanımırıq. Digər bölgələr var, dünyada çox. Amma futbolda oynayırıq da onlarla. O heç də, o bilirsiniz necədir? Futbol hüquq öhdəliyi yaratmır Fərid bəy. O şeydə də vardı. Məsələn, Şərqi Almaniya, QDR yadınıza gəlir. Onu Qərb tanımırdı müstəqil dövlət kimi. Amma yığmaları, idmançıları olimpiyadalarda, dünya çempionatlarında oynayır. Elə bir variant ola bilərmi ki, Birləşmiş Ştatlar tanıdı. Birləşmiş Ştatlarla yaxın münasibətlərdə olan bir neçə ölkə var. Latin Amerikası ölkələri var. Onlar tanıdı və belə deyək də, dünyada qaldı da Kosovo necə qalıb? Yarımçıq vəziyyətdə. Bu da elə qaldı. Ola bilər. Yaxşı, Rusiyayı bu kifayət eləyəcək. Yox, əlbəttə yox. ABŞ Krımı tanısa. Yox, kifayət eləməyəcək əlbəttə. Yox, bunlar israr eləyəcəklər.
Elkivən, biz məsələyə Kiyevdən baxdıq, Kiyevin nöqteyi nəzərindən baxdıq, Moskvadan baxdıq. Gəl indi Vaşinqtondan baxaq. Trampa nə lazımdır? Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı maksimalist məqsədi nədir və nə olsa deyər, yaxşı, mən razı. Trump həqiqətən də müharibəni tezliklə bitirmək istəyir. Nə şərtlər olursa olsun. Və Trump həqiqətən də Rusiya ilə yaxınlaşmaq istəyir. Çünki strategiya Çinə qarşı qurulur. Və bu yeni bir şey də deyil Amerika tarixində. Bu studiyada mən və başqa ekspertlər dəfələrlə bu haqda danışıblar. Bu Kissingerin o vaxtı ilə strategiyası idi. Çini Rusiyadan ayırmaq. Rusiya indi o vaxt SSR idi, çox güclü olanda Çinlə yaxınlaşırdılar. İndi SSR yoxdur, Rusiyada zəifdir. Çin güclüdür, indi Rusiya ilə yaxınlaşırlar. Yəni bunu Trump açıq deyib və Kissingerin sağlığında onunla da görüşüb ilk prezidentliyi dönəmində və hətta deyib ki, onun məsləhətlərinə qulaq asır falan. Yəni açıq aydın görünür o Kissingerin reverse, yəni tərsinə Kissinger, yəni sadəcə indi bu dəfə Rusiya ilə yaxınlaşmaq. Rusiya ilə də yaxınlaşmanın yolunu Ukrayna ilə müharibəni bitirməkdə görür. O Ukraynanın qayğısını çəkmir. Ukraynanın ərazi bütövlüyü kimi bir məqsədi də yoxdur qarşısında. Əlbəttə ki, Rusiya buna razılaşsa lap yaxşı. Amma razılaşmır. Ona görə burada artıq dedildi. Zəifin hesabına sülh əldə etmək istəyir. O metallar falanlar, o elektrostansiyalar, bunlar, o iqtisadi aktivlər, o belə 10-cu, 5-ci, nə bilim, neçənci dərəcə məsələdir. Strateji məsələ odur ki, Çinlə qarşı durmada Amerikanın Rusiyaya ehtiyacı var. Bu çox sinik bir yanaşmadır, heç şübhəsiz. Beynəlxalq hüququ saymayan bir yanaşmadır, anlaşılan odur. Trumpın özünün hətta psixotipinə görə və onun bütün o nitqlərində demokratları suçlaması, hətta açığı desək, tarixi baxımdan faktoloji olaraq belə baxanda haqlıdır sanki, amma niyyəti çox yanlışdır. Məsələn, nə deyildik? Məsələn, Birinci Dünya müharibəsində deyir, demokratlar idi hakimiyyətdə. İkinci Dünya müharibəsində demokratlar idi hakimiyyətdə və onların vaxtında başlayıb. Vietnam müharibəsində demokratlar başlayıb. Ukrayna müharibəsində başlayan demokratlar. Bu demokratlar. Yəni, bunun hekayəsini qurub, deyib ki, biz respublikaçılar və yaxud şəxsən o, Trump, yəni, bunun Vietnam müharibəsində respublikaçılar dayandırdı, demokratlar başlamışdı. Bunu da demokratlar başlayıb, respublikaçılar. Yəni, haqqı qazandırmıram. Sadəcə indi dedizək, Vaşinqtonun gözü ilə baxaq. Vaşinqtonun gözündən baxanda deyəndə, lap konkret olaraq Trumpın. Çünki onsuz da bununla bildirmək lazımdır ki, respublikaçıların heç də hamısı Trumpla razılaşmır. Bütün onun köhnə komandası onu açıq tənqid edir. Yeniləri də əsasən loyallıq göstərməklə məşğuldur. Orada hansısa bir fikir müxtəlifliyi görünmür. Aşırı loyallıq. Aşırı loyallıq, tamamilə doğru. Odur ki, Vaşinqton, yəni Trumpın gözü ilə baxanda belə, müharibəni bitirək, tezliklə hansı şərtindən olur olsun, Rusiya ilə münasibətləri düzəldək və birlikdə Çinə qarşı strategiya quraq.